Şəhərsalma və memarlıq ili çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qaleriya və Abşeron Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş sərgi keçirilib. Yazın Nəfəsi adlı rəsm sərgisinin layihə rəhbəri Aygün Əzizova idi. Sərgidə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova, Abşeron Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İskəndərov, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının və Beynəlxalq Qaleriyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında baş tutan sərgidə müxtəlif yaş qrupundan olan rəssamın əsərləri təqdim edilib. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub. Çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Novruz bayramı münasibətilə təşkil olunan rəsm sərgisi milli mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin təbliği baxımından əlamətdardır. Sərgidə nümayiş etdirilən əsərlərdə baharın gəlişi, təbiətin oyanışı və Novruz bayramının qədim adət-ənənələri yüksək bədii ustalıqla təsvir olunmuşdu. Rəssamların yaratdıqları tablolar səməni, tonqal, bayram süfrəsi və xalqımızın əsrlər boyu yaşatdığı dəyərləri rənglərin harmoniyası ilə təqdim edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunmasına və inkişafına daim böyük diqqət yetirmiş, Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına xüsusi önəm vermişdir. Bu siyasət bugün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli bayramlarımızın və əlamətdar günlərin yüksək səviyyədə qeyd olunması ölkəmizdə milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Bugün artıq Novruz bayramı və digər əlamətdar günlər Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında da böyük coşqu ilə qeyd olunur. Azad edilmiş şəhər və kəndlərimizdə tonqalların alovlanması, bayram tədbirlərinin keçirilməsi xalqımız üçün xüsusi qürur və sevinc mənbəyidir. Bu mənada təşkil olunan rəsm sərgisi də həm Novruz bayramının mənəvi mahiyyətini, həm də müstəqil və qalib Azərbaycanın ruhunu özündə əks etdirən əhəmiyyətli mədəni tədbir kimi dəyərləndirilir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn Novruz bayramı münasibəti ilə sərgi iştirakçılarını təbrik edib. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatına öz minnətdarlığını bildirib. Çıxışda rəssamların təqdim etdikləri əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin mənə və məzmunu Azərbaycan qadınının sənətə bağlılığından xəbər verir. Sərgidə Uğur Art Life Studionun rəhbərləri Calə Məhiyyəddinova və Ruqiyyə Hüseynli, Şəhanə Art Studionun rəhbəri Şəhanə Paşayeva, Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova və mərkəzin müəllimi Könül Məmmədli, Məleykə Art Studionun rəhbəri Məleykə Eyvazova, Qurban Abbasov adına Mədəniyyət Sarayının, ABC School Tədris Mərkəzinin və English Akademi Təhsil Mərkəzinin müəllimi Arzu Məmişova, Vitraj Art Studionun rəhbəri Aygün Kamilqızı tələbə kollektivi ilə iştirak edirdilər. Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaidə Mirzəzadə münsif olaraq iştirak edirdi. Sonda rəssamlara diplomlar təqdim edilib, xatirə şəkli çəkildi.